Bu dəfə sizə keratinlə bağlı video çəkmək istədim. Öz müştərilərimə dəfələrlə bunu izah edirəm və yanıma gələn daimi müştərilərim bilir. Bilməyənlər üçün bu videonu çəkmək istədim. Ümumiyyətlə xanımlar arasında belə bir fikir yaranıb ki, bəzi xanımlar deyir ki, keratinə getdim, saçlarım tökülməyə başladı. Bu keratinin yox, məhsulun yox, məhz ustanın günahıdır. Bir mənalı olaraq. Çünki bu dərman nə qədər faydalı olsa da, saçları bərpa eləsə də, tökülməni dayandırsa da, yanıq saçları bərpa eləyib, saçlarınızı düz, parlaq saxlasa da, yenə də tərkibi kimyəvi məhsul olduğuna görə onu qəti şəkildə saçın dibinə toxundurmaq olmaz. Ustalar bu səhvi elədiyinə görə saçlar tökülməyə başlayır. Bəzi xanımlar isə deyir ki, keratinə getdim, saçlarım yandı. Və bu da əminliklə sizə deyə bilərəm ki, bir mənalı olaraq ustanın səhvidir. Çünki saçlar nəm olur, dərmanlı olur qurudandan sonra və bu ütü prosesi çox önəmli bir nüansdır. Orada saçların yanması ütü vaxtı yanır və bu keratinin yox, məhz ustanın günahıdır. İnarə xanım öz müştərimdir və dəfələrlə, illərdir yanıma keratinə gəlir. Xanımın zamanı dolmadan, əslində vaxtı dolmadan gəlir. 6-8 ay saçları bu cür parlaq, düz, hamar qalır və sağlam şəkildə uzanır. Uzanmasına çox-çox kömək eləyir keratin. Sadəcə xanım özü vaxtından tez gəlir, hər dəfə yeniləyir və illərdir bu dəyişməz olaraq qalır. Bu isə müştərinin sırf məmnun qalması deməkdir. Ümumiyyətlə seçəndə təkcə saç məsələsində yox, hər bir prosesdə məhz işin ustasına, professionallara, mütəxəssislərə müraciət eləyin ki, problem yaşamayasınız. Saçlarınızın faydası isə saçlarınıza keratin vasitəsilə saçlarınız həm uzanmağa başlayacaq, düz qalacaq, canlı olacaq və videodakı kimi ışıl-ışıl parıldayacaq. Sadəcə düzgün usta və düzgün məhsul seçmək lazımdır. Zəhmət olmasa videonu bəyənin, like edin. Və abunə olmayanlardan da xahişim abunə olun, dəstəyinizi əsirgəməyin. Həmişə gözəllikdə olasınız, hər birinizin qulluğunuzdayım. Əminəm ki, onsuz da mənə gələn xanımlar hamısı təkrar müraciət edirlər. Təşəkkür edirəm.